Salam hörmətli izləyicilər, əziz biologiya sevərlər. Sizinlə 7-ci sinif test toplusundan toxumlu bitkilər mövzusundakı A variantının izahı ilə qarşınızdayıq. Soruşur ki, küknar və şam ağaclar təcrübə olan əlamətləri müəyyən edin. Birinci küknar qarşısında dedək, küknara aid olan xüsusiyyətləri seçəcəyik. Bir, kölgəyə davamlı olması küknara aid xüsusiyyətdir. Rütubət sevməsi küknara aid xüsusiyyətdir. Kökün torpağın dərinliyə getməsi, edə bilməməsi küknara aid xüsusiyyətdir. Əsasən çürüntü ilə zəngin torpaqlarda bitməsi küknara aid xüsusiyyətdir və iynə yarpaqları küknarın 5-7 ildir ömrü. İndi isə şam ağacına aid xüsusiyyəti quraqlığa davamlıdır. Sonra yarpaqların ömrü 2-3 ildir, yəni 3-cü. Bir də işıq sevən bitki olduğunu, bir də 8. Sonra keçirik ikinci sualımızda. Eyler-Venn diaqramda uyğun bəndləri qeyd edin. Çılpaq toxumlu bitkilər, örtülü toxumlu bitkilər. Birinci çılpaq toxumlara aid xüsusiyyəti yazacağıq. Çılpaq toxumlu bitkilərə aid xüsusiyyət generativ orqanları qozu olması. Sonra yetişmiş toxumları açıqda yerləşməsi. Bu çılpaq toxumlar, elə ona görə də bunu çılpaq toxumlu adlandırırlar. Örtülü toxumlara aid olan xüsusiyyətlər isə meyvə yanlığı olması, bir də iki qat mayalanmanın baş verməsi bu çılpaq toxumluya aid xüsusiyyətdir. Oxşar xüsusiyyət isə əsasən avtotrof yolla qidalanmaları hər ikisinə aiddir. Bir də toxumla çoxalırlar, bu da hər ikisinə aiddir. Üçüncü sualımıza soruşur. Şam ağacı torpağı eroziyadan necə qoruyur? Ümumiyyətlə, şam ağacı yadınıza saxlayın ki, torpağın dərinliyinə gedir və ona görə də torpaq hissəciklərini torpağın dərinliyinə gedərək hissəcikləri bərkidir. Deməli, çiçək düsturuna görə sxemi tamamlayın. K4, Y4 üstə gəlsin. L 4-dür, D isə 1-ə 1-dir. Çiçəklər səbək çiçək qrupunda toplanmışdır. Çiçəklər təşkil edən çiçəklər bəzən kasa yarpaqları olmur və ya tük şəkilli olur. Kəkələmələr gətirir. Erkəkçiklər 5 ədəddir. Səbədi müxtəlif tipli çiçəklərdən təşkil oluna bilər. Meyvəsi toxumca meyvə xüsusiyyət hansı fəslin nümayəndəsi üçün səciyyəvidir. Bu xüsusiyyət mürəkkəb çiçəklər fəsiləsinə xasdır. Mürəkkəb çiçəklər fəslinin nümayəndəsində biri ilə günəbaxandır. 5-6 şəkildə göstərilən bitkinin meyvə tiplərini müəyyən edin. İt burnudur və meyvə tipi də fındıqcadır. Bu günəbaxandır, meyvə tipi isə toxumcadır. Sonra keçirik bura 7 düzgün ifadələri qeyd edin. Birinci nə soruşur? Biz buradan düzgün olan ifadələrin altından xətt çəkəcəyik. Birincidə badamçıçaq fəsiləsinin çiçək düsturu K5, L5, Y5, D1-dir. Bəli, bu düzdür. Sonra ikinci badamcaq meyvəsi qutucuqdur. Xeyr, bu aid deyil. Ağbaş kələm, gül kələm, kolorabi kələm mədəni bitkidir. Bəli, bu düzdür. Yəni bu düzdür. Sonra xaçəklər meyvəsi paxla meyvədir. Xeyr. Sonra çoban yastıq zəncirotu günəbaxan mürəkkəb çiçəklər fəsiləsinə aiddir. Bu da düzdür. Birləpərlər sinifinə aid olan bitkilərin yarpaqları paralel və ya qıflar damarlanma olur. Bu da düzdür. Sonra açar sözlərdən istifadə edək sxemi tamamlayın. Badamcan çiçəklər mürəkkəb. Burada yerlərinə yazacağıq. 8-ci mədəni nümayəndələri. Mədəni nümayəndələri olacaq kartof. Kartof neçədir? 1. Sonra pomidor 4. Sonra badımcan 5. Sonra isə biber 6. 1, 4, 5, 6. Yabanı nümayəndələri quş üzümü. Deməli, yabanı nümayəndələri quş üzümü, xanımotu, batıbat, dəlbəngdir. Yəni 2, 3, 7, bir də 8. Düzgün ifadələrin altından xətt çəkin. Düzgün ifadə
aid olan bitkilərin reçetlərindən 4-lük xeyirxah çiçəklər fəsiləsinə aid olan çiçəklərin quş əppəyinin yarpaqları C vitamini ilə zəngindir. Sonra taxıllar fəsiləsinin birləpərlər sinifinə aiddir. Bat-batın meyvəsi qutucuqdur. Sonra paxlalılar fəsiləsinə aid olan bitkilərin bəzən köklərində yumurcaq bakteriyalar yaşayır. 10-cu sualımızda nə soruşur? 10-cu sualımızda isə soruşur ki, uyğunluğu müəyyən edin. Deməli, birləpərlərə aiddir. Saçaqlı kök sistemi, yəni saçaqlı kök sistemi birləpərlərə aiddir. Bir də birləpərlərə aiddir. Yarpaqları əsasən paralel və ya quş şəklində damarlanıb. Bu da aiddir. İkiləpərlərə aiddir. Mil kök sistemi. Sonra yarpaqlar əsasən torvari və ya damarlanmaya olur. Bir də gövdə kambiqatının hesabına eninə böyüyür. 11-ci sualımızda nə deyir? Eldar şamının generativ orqanları. Eldar şamı çıpaq toxumlara aiddir. Onun generativ orqanları qoza və toxumdur. 12-ci sualımızda nə deyir? Euler Venn diaqramına uyğun bəndi müəyyən edin. Adi şam dəlimək. Adi şam dəlimək. Birinci adi şama aid olanları seçək. 1, 3 cavan budaqlarında 2 cür dişi və erkək qoza yetişir. 1, 3. Cavabının 1, 3 olacaq. Sonra bir də 6 havanı ozonla zənginləşdirir. Sonra dəliməngə aid xüsusiyyətləri seçəcək. Meyvəsi qutucuq meyvədir. Bir də gövdəsi müxtəlif alkaloidlər toplanır. Oxşar xüsusiyyətlərdə hər ikisinin bir vegetativ və generativ orqanlarına malikdirlər. Bir də toxumalara malikdirlər. 1-dən 4. Bu da A variantına uyğun gəlmiş olacaqdır. Sonra keçirik 13-cü sualımıza. Badımcan çiçəklər meyvələrinin quruluşu. Badımcan çiçəklər meyvələri qutucuq meyvə və gilə meyvədir. B. 14 bütün çiçəkləri dilcik şəklində olan mürəkkəb çiçəkli bitki hansıdır? Zəncir otudur. Sonra 15 badımcan çiçək fəsiləsinə mənsub olan tərəvəz bitkiləri. Biz bilirik kartofdur, pomidordur, badımcandır, bibərdir. Bunlar nəyə aiddir? Badımcan çiçəklərə aid tərəvəz bitkilərdir. 16-cı sualımızda hansı fəslərin nümayəndələr səbət çiçək qrupu xarakterlikdir? Bir qayda olaraq bilirik ki, mürəkkəb çiçəklər fəsiləsi üçün səbət çiçək qrupu xarakterlikdir. 17. Noxudun 2, yəni bir cüt bitişmiş ləçəyi adlanır. Bitişmiş ləçəyi noxudun avarları adlanır. Bitişməmiş ləçəkləri avar adlanmış olur. Bitişik ləçək qayıqçıqdır. Sonra 18-ci sualımızda nə soruşur? Adi şamın dişi qozası 200 pulcuqdan təşkil olunub. 100 pulcuqdan təşkil olunub. Bu qozadakı toxumların maksimum sayının bir pulcuqda 2 dənə toxum olduğuna görə 100 pulcuqda da olacaq 200. 100 vurulsun 2 bərabər olacaq 200. Sonra 19-cu sualımızda nə soruşur? Çılpaq toxumlu bitkiləri müəyyən edin. Çılpaq toxumlu bitkilər bir sərfdir. Sonra çılpaq toxumlara aid olan bitkilər. Biri sərf bitkisidir. Sonra ginko da çılpaq toxumlara aiddir. Bir də tuya çılpaq toxumlara aiddir. Cavabımız olacaq 1, 4, bir də 5. Sonra 20-ci sualımızda soruşur ki, uyğunluğu müəyyən edin. Deməli, çiçək düsturu 15 struktur elementindən təşkil olunmuşdur. Elementindən təşkil olunmuşdur. 21 struktur elementindən 16 struktur elementindən təşkil olunmuşdur. Və deməli, bir çiçək düsturlarını deməli çiçək düsturu
15 struktur elementindən təşkil olunmuşdur. 15 struktur elementindən təşkil olunan xaççəklər düsturu. Xaççəklərin düsturu bu şəkildə idi. K4, L4, Y6, D1. Cəmi hesablasaq 15-dir. Xaççəklər vəsiləsinə aid olanlar hansılardır? B. 1-ə gələcək B, 2-yə 21 struktur elementindən təşkil olunub. 2-yə də gələcək paxlallar fəsiləsi. O da paxlallar fəsiləsinə də aiddir lobya ilə mərci. 2-yə də aid gələcək A ilə D. Sonra 3A 16 struktur elementindən təşkil olunub. 16 struktur 16 struktur elementindən təşkil olunan isə badımcan çiçəklər fəsiləsinə aid olandır. Badımcan çiçəklər fəsiləsinə aid olanlar da biberlə dəlibənkdir. C, Y. Bu qədər. Diqqətinizə görə sağ olun. Bəyənməyi, kanalımıza abunə olmayı unutmayın.